Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. Every year millions of birds migrate to different parts of the world. Hər il milyonlarla quşlar dünyanın müxtəlif hissələrinə miqrasiya edir. Migration is the movement of birds from one place to another, usually to find food or better weather. Miqrasiya quşların bir yerdən digərinə hərəkətidir ki, adətən ərzaq tapmaq ya da ki, daha yaxşı hava şəraitinə görədir. Some birds migrate thousands of kilometers. Bəzi quşlar milyonlarla kilometrlər miqrasiya edir. For example, the Arctic tern travels from the Arctic to the Antarctic and back again every year. Məsələn, Arctic tern adlı yəni quş Arktikadan Antarktikaya köç edir və hər il təkrar geri qayıdır. Birds migrate in groups called flocks and they use the sun and the stars to help them find their way. Quşlar sürü şəkildə, yəni adlandırılan qruplarla miqrasiya edir və onlar günəş və ulduzlardan onların yolunu tapmaqda köməklik etməsi üçün istifadə edirlər. Some birds like the swallow migrate in the fall and return in the spring, while others like the Canadian goose stay in warmer places during the winter. Bəzi quşlar, məsələn, qaranquş kimi demək payızda miqrasiya edir və yazda qayıdır. Digərləri isə, məsələn, Kanada qazı kimi, onlar qış ərzi müddətində daha isti yerlərdə qalır. Migration is a natural and important event for many species of birds. İmiqrasiya təbii bir və vacib bir haldır bir çox növ quşlara görə. It helps them survive by finding better living conditions. O, onlara daha yaxşı yaşayış şərtləri tapmaqda sağ qalmağa köməklik göstərir. Birds face many dangers during migration, but they are strong and can travel great distances. Quşlar miqrasiya müddətində bir çox təhlükə ilə üzləşir, lakin onlar güclüdür və böyük məsafələri səyahət edə bilər. Mətnimizlə bağlı ilk sualımızda bizə qeyd olunur ki, şərtdə which of the given questions does the passage answer? Verilən suallardan hansı mətndə cavabı var? Why do birds migrate? Quşlar nəyə görə miqrasiya edir? Düzgün cavab ilə A variantıdır, çünki onlar adətən daha yaxşı hava şəraiti və ərzaq tapmaq üçün miqrasiya edirlər. What are dangers of migration for birds? Quşlar üçün miqrasiya təhlükələri nədir? Açıqlama verilməmişdir. How do the birds find their flocks? Quşlar öz sürülərini necə tapır? Sadəcə sürü halında miqrasiya etdiyi qeyd olunur. How do birds use the sun and the stars to migrate? Quşlar günəş və ulduzlardan miqrasiya etməyə görə necə istifadə edir? Necəliyini izah etmir. How do birds know when to migrate? Quşlar necə bilir ki, nə zaman miqrasiya etmək lazımdır? Yenə də mətndə bu haqda ətraflı məlumat yoxdur. Qeyd etdiyimiz kimi doğru cavab A variantında göstərilmişdir.